7-ci tapşırıq yenidən qüvvənin proyeksiyasının, yəni FX-in zamanın asılılığının çəkilməsi tələb olunur. İndi yer dəyişmənin zamanın asılı qrafiki verilir. Bu isə X oxunun əksinə yavaşıyır. Bu hissəmizdə sükunət vəziyyətindədir, yəni hərəkətsiz haldır. Bu hissəni daha dəqiq təyin etmək üçün buradan kəsib başlanğıcana qoyduqda rahat görmək olur hərəkətin növünü və hərəkət X oxu istiqamətdə yeyinləşəndir. Yəni ilk öncə X oxunun əksi yavaşayan, daha sonra sükunət alır, daha sonra isə X oxu istiqamətdə yeyinləşən. Və buna uyğun olaraq artıq qrafikimizi qura bilərik. X oxunun əksi olduqda sürət mənfi, yavaşayandırsa təcilimiz müsbət olur. Bu hissədə sükunət halı olduğu üçün əlbəttə ki, təcildə sıfırdır və əvəzləyici qüvvəmiz, yazıcı qüvvənin proyeksiyası da sıfırdır. Bu hissədə isə X oxu istiqaməti olduğumuz üçün V müsbət, təcil yeyinləşən olduğu üçün A da müsbət olacaqdır. Və qeyd etdiyimiz kimi qüvvə və təcil qrafikləri bənzərdir, eynisidir. Yəni asılıqlar eyni formada davam edir və təcil ilk T1 zaman anında 0-dan T1-ə qədər təcilimiz müsbətdir. Təcilli hərəkət bərabər təcillidir, yəni dəyişmir qiymətini. Daha sonra sükunətdədir, yəni əvəzləyici yəni proyeksiyamız sıfırdır. Yenidən T2-dən T3 ana qədər qüvvəmiz və təcilimiz müsbətdə çəkilir. Qiyməti, yəni daha doğrusu müsbət qiyməti aldığı üçün biz bunu yuxarıda sabit olaraq qeyd edirik. Və daha bir rahat bir yol deyək ki, məsələn, parabola kimi baxsaq, qollar yuxarıdadırsa, qüvvəni hər bir halda yuxarıda axtarırıq.